Getdik uşaqlar. Sınaq 20. Sualda birinci sualda deyir ki, çəltikçiliyin inkişaf etdiyi ərazilərə aid olan xüsusiyyət. Uşaqlar, çəltik necə bitkidir? İsti və rütubət sevən bitki, əmək tutumlu bitkidir. Sakit okean sahilində yerləşən ərazilərdir. Bəli, Çindir, Yaponiyadır, Koreyadır, eyni zamanda Vyetnamdır. 1. İsti və rütubətli ərazilərdir. Bəli. 2. Özü musson rejimli bölgələrdir. Çaylar əsasən yeraltı sularla yox, yağış suları ilə qidalanır bu bölgələrdə. Qara torpaqlar geniş yayılıb yoldaşlar, bu ifadə doğru deyil. Bu zonalarda əsasən qırmızı və sarı torpaqlardır. Dünyanın immiqrasiya regionları deyil, əksinə əhalinin getdiyi emiqrasiya regionlarıdır. Musson iqlimli malik zonalarıdır, doğrudur. Cavab 1, 2, 6 variantımız B bəndi. İkinci sual. Sualda bizə deyir ki, doğru sıraları müəyyən edin. Dəmir filizi sənaye olaraq qara metallurgiyada istifadə olunur və Braziliya, Kanadada hasil olunduğu əlbəttə ki, biz deyəcəyik ki, doğrudur. Neft yanacaq energetikadadır. Niderland və Almaniya. Yoldaşlar, burada Almaniya və Niderland. Niderlandın təbii qazı var, Almaniyada isə yoxdur. Daş kömür, yanacaq energetika. Yanacaq energetikadadır və Çar və Rusiyada bəli çıxarılır. Doğrudur. 1, 3. 1, 3'ü seçdik. 4'e baxırıq. Boksit. Boksit əlvan metallurgiyada, alüminium sənayesində istifadə olunur. Avstraliya və Yaponiyada hasil olunur. Doğrudur. Mis qara metallurgiya səhvdir. Mis hardadır? Əlvan metal. Özü Braziliyaya yanlışdır. Daha cavabımız oldu verilənlərdən. Nə variantı? D variantı. Bəli, 1, 3, 4. 3'e baxırıq. 1 polimetaldır. Polimetal. Yoldaşlar 2 neftdir. 3 yazılar gildir. Gil, seolit gili. 4 isə nədir? Molibden. Molibden. İndi gəlin variantlara baxaq. 1'ə, yəni polimetala olmalıdır. 2. Polimetal bildiyimiz kimi bu rayonlar içərisində harda var? Zaqatalada C. Yoldaşlar 2'ə baxırıq. Neft. Neft uyğun gəlir 1'ə. Bu verilən rayonlardan harda var? Siyəzəndə B. 3'e baxırıq yoldaşlar. Kil, seolit kili. Uyğun gəlir 4'ə. Rayon olaraq Ağdağ mədəni Tovuzda. 4'ə baxırıq yoldaşlar. 4'ə molibdenə uyğun gəlir. Əlbəttə ki 3. Özdə Ordubad, Paraqaçay və Diyaqçay. Cavab 1-ciyə 2 C, 2-ciyə 1-ci B, 3'ə 4 D, 4'ə 3 A variant. C variantı. Tapşırıq aydın oldu. Yoldaşlar növbəti sual. Növbəti iqtisadi rayonumuz 14-cü test tapşırığında Şəki Zaqataladır. Şəki Zaqatalanın tərkibində 6 inzibati rayon, 6 şəhər aiddir. Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatal, Bakı. Qəbələ, Oğuz, Şəki Rusiya ilə, Qax, Zaqatal, Bakı həm də Rusiya və Gürcüstanla sərhəddir. Uşaqlar, burada təbii ki, baramaçılıq var Şəkidə. Şəki Pəyasıq Səhmdar Cəmiyyəti. Qarzaxlı meyvələr var, qoz, fındıq, şabalıq istehsalı, bir də tütün var. Cavabımız nə bəndə oldu? A. B-də çəyirdəkli meyvəçilik Naxçıvandadır. Pambıqçılıq mərkəzi Arandadır, yəni Aran bölgələrindədir. Çayçılıq isə var. Kartofçuluq var, tərəvəçilik az miqdarda, bostançılıq yanlışdır. Tərəvəçilik, bostançılıq daha çox Aran rayonlarındadır. Aydın oldu. Tumlu meyvə qobaq açmazdadır. Taxılçılıq hər yerdə var. Bostançılıq, kartofçuluq isə burada təbii ki, ixtisaslaşma sahəsi deyil. 5'ə baxırıq. Bakı şəhərinə günəş şüanın düşmə ucağı 50 dərəcə olduğu müxtəlif vaxtlarda. Yoldaşlar, 50 dərəcə olduğu müxtəlif vaxtlar nədir? Birinci 90'dan nə çıxırıq? 50. Bu neçələdir? 40. 40'dan da biz müvafiq olaraq 40'ı çıxanda bu məntəqə gəlib hara düşür? Ekvatora. Uşaqlar, günəşin ekvatorda zenitdə olduğu tarixlər 1-21 martdır. Bir də 23 sentyabr tarixləridir. 21 mart və 23 sentyabr tarixi ilə bağlı bizim üçün yaz, gecə-gündüz bərabərliyi martdır, payız sentyabrdır. Bizə sualda deyir ki, Roma şəhərində hansı fəsillər müşahidə olunacaq? Romada bizimlə eyni yarımkürədə olduğu üçün. Eyni yarımkürədə olduğu üçün. Fəsil olaraq 21 martda müşahidə olunacaq yaz, 23 sentyabrda da payız. Yaz payız cavabına uyğun gələn variant A bəndi 5'də. Tapşırıq aydındır. Yoldaşlar 6. Qarabağ iqtisadi rayon İranla həmsərhəd olan inzibat. İranla həmsərhəd Zəngilanla, İranla. Qarabağ, hə, bağışlayın. Qarabağda bəli, bir dənə hansıdır? Füzuli. Cavabımız nədir? B. Yaxdiyyatda qaldı. Yeganə onsuz da bu inzibati rayondur ki, Qarabağda sərhəddir. 7. Qanıq Əyricay çökəkliyindən Bazardüz zirvəsinin mövzu olan iqlim tipi və yarım tiplər. Uşaqlar, birinci Qanıq Əyricayda qışı quraq keçən mülayim nədir? İsti 1. Sonra yağıntıları bərabər paylayan mülayim isti 3. Sonra bütün fəsillərdə bol yağıntılı soyuq 6. Zirvələrdə isə dağ, tundra. Cavab 1, 3, 6. Variant nə variantı? D. 8'ə baxırıq. Azərbaycan arasında yaşayan palçıq vulkanları. Palçıq vulkanı deyəndə biz elə cavab olaraq A-nı seçəcəyik. Niyə ay müəllim? Çünki Axtarma Paşalı Şeyrəki Torağa palçıq vulkanıdır. B-də Pəriçınqılı getdi. Qızılqaya getdi. C-də yoldaşlar Ayçınqılı getdi. D-də Gəlinqaya getdi. Böyük Şıqlı getdi. Y-də Qızılboğaz getdi. Qırmızıdağ getdi. Aydın oldu. Çayın mənbəyində temperatur -3, mənsəbində 21'dir. Mənbə ilə mənsəb arasında fərq düşməni verirdi. Biz əvvəlcə hündürlüyü tapaq. 21 çıx -3. 24 Selsi.
Yazaq 1000 metrə 6 Selsi. 24 Selsiyə nə? X. X bərabərdir 4000. Deməli çayın düşməsi neçə 1000 metrdir yoldaşlar? 4000. Tapdıq bunu. Bizə soruşur ki, mənbə mənsəb arasındakı atmosfer təzyiqi fərqini tap. Təzyiq fərqi də çox rahat. Ona nə qədər dəyişirdi? 1. 4000 nə qədər dəyişəcək? X. X bərabərdir 400 mm civə sütunu. Cavabımız nə bəndir? C. Tamamilə doğrudur. Afərin. Uşaqlar, Avrasiya materiki, Şimali Amerika materiki, Cənubi Amerika materiki və bir də nə verib bizə? Əlbəttə ki, Afrika materiki. Avrasiya materikinə burada verilənlərdən uyğun gələcək. Əlbəttə ki, nə? Sumatradası, düzdür? İndoneziyada. A. Sonra Falkland bilirsə aiddir Cənubi Amerikaya. Yəni bu ara gedəcək 3-cüyə. 3-ə nə getdi? B. Sonra Madagaskar ara gedəcək. Hamımız əzbər bilirik. Afrikaya. Yəni 4-ə nə gedəcək? C. Sonra D-yə baxırıq. Baffin torpağı haradır? Şimali Amerika. 2-ə nə getdi? D. Baham adaları da yenə hara aiddir? Şimali Amerikaya. Y. Deməli C, D, Y, B, C. Bəli, A, D, Y, B, C. Variant nə variantı? A variantı. Tamamilə doğrudur. 11-ə baxırıq uşaqlar. 11-də biz nə görürük? Sxemdə AB nöqtələr arası məsafə verib bizə. 1 bölünsün neçə milyon? 30 milyon. 5-0 siləndə nə qaldı gözəl yoldaşlar? 300 qaldı mı? Bəli, 5-0 siləndə 300 qaldı. Hə? Kilometrə gedəndə. Miqyaslı 5-0 sildirik. Sildik 300 kilometr. 300 kilometri biz xəritədəki məsafə 21.5-ə vururuq. Neçə elədir? 6450. Bu bizim xəritənin baş miqyasına görə olan məsafəmiz oldu. İndi gəlin real məsafəni tapaq. A ilə B-yə diqqətlə baxsaq, biri 40 şimalda, biri də 20 cənubdadır. Toplayırıq 40 plus 20. 60. 60'ı vururuq meridian üzrə neçəyə? 60 vur 111, afərin. 6660. Deməli, mənə burada təhrifi soruşur da. Bəli, 6660 çıx. 6450. 210. Cavab 0, 1, 2, 210. Variantımız Y variantı 11'də. Tapşırıq aydın oldu. Uşaqlar 12-ci sual. Geotermik pillə kiçik olanda biz dedik ora geosinkronaldır. Haradır? Geosinkronal. Amma böyük olanda dedik ora haradır? Platforma. İndi gəlin baxaq. Mənə birinci geosinkronallar seçəndə 2 kordilyer, sonra 5 ant və 6 sakit ökən odlu qövsü. Mən platforma seçəndə bala. Bura uyğun gələcək 1 Şərqi Avropa, 3 Ərəbistan, 4 Afrika. Cavab 2, 5, 6. 1, 3, 4 variant nə variantı? D. Bəli, doğrudur. Uşaqlar, şişliklənmiş təbii vilayətləri yadımıza saraq. Biri Lənkəran, biri də Orta Araz vilayətidirmi? Bizə deyir ki, təbii vilayətin hər ikisində yayılmış landşaft tipi. Hər ikisində yayılmış landşaft tipi belədir ki, yarım səhra landşaftı şeydə var Orta Arazda, amma Lənkəranda yoxdur. Quru çöl var, quru çöl və dağ kserofil kolluk var. Yarım səhra ümumiyyətlə yoxdur. O iqlim tipidir, landşaft deyir. Landşaft. Dağ meşə Lənkəranda var, Naxçıvanda yoxdur. Dağ çölləri. Belə deyək, hər ikisində var. Cavab nə olacaq yoldaşlar 13-də? C variantı. Nival söhbəti Orta Arazda var, amma Talışda yox, Lənkəran vilayətində yoxdur. Alp çəmənliklər Lənkəran vilayətində yoxdur. Aydın oldu. Cavab nə oldu? C. 14-ə baxırıq. Sxemdə hansı iki inzibati rayonun yerini dəyişdikdə Bakı-Novorossiysk neft boru kəmərinin keçdiyi inzibati rayonun ardıcıllığı doğrudur. Bakı-Novorossiysk belə deyək də, üzü hara doğru gedir? Şimala. Yoldaşlar, Bakıdan sonra biz müvafiq olaraq Abşerondan sonra belə deyim də, Sumqayıt, sonra Xızı, Siyəzən, Şabran və Xaçmaz gəlməlidir. Deməli, Abşeron, Xızı, Siyəzən, Şabran yeri dəyişməlidir. Düzdürmü? Siyəzən daha yaxın. Bəli. Ona görə də biz götürəcəyik 3 ilə 4-ü. Variant nə variantı oldu 14-də? D bəndi. Dünyanın ən böyük texnoparklarının yerləşdiyi ölkələr üçün dünyanın ən böyük texnoparkları. Gəlin yadımıza salaq. Amerika Birləşmiş Ştatlarında 3 dənə idi. Silikon vadisi qərbində və göllər ətrafında Cummings Tədqiqatlar Parkı ilə Pedro Tədqiqatlar Parkı. Sonra yoldaşlar Fransadaydı, Sofia, Antipolis. Sonra Finlandiyadaydı, Otaniemi. Deməli, Fransa, Finlandiya, tələsməyin. Finlandiyadan sonra Böyük Britaniyada 3 dənə idi. Cambridge, Technium, Net, Park. Böyük Britaniya və axırıncılar. Çində yadınıza gəlir, biz buna demişdik. Z Park və bir dənə də Yaponiyada Kansai elm şəhəri, Yaponiya. Bu ölkələr üçün bizə deyir ki, necə xüsusiyyətlər? Ümumi xüsusiyyətlər. İqtisadi inkişafın post-sənaye dövrü xarakterikdir. Yoldaşlar, əksəriyyətində post-sənayedir.
1. İnkişaf etmiş olduqları üçün. Dağ mədən sənayesi aparıcı sahədir. Bu ifadə yanlışdır. Dayanıqlı inkişaf modelinə malik ölkələrdir. Bəli, təbii ki, bu ifadə də doğrudur. Əsasən material tutumlu sənaye sahələri inkişaf material tutumlu yox. Artıq onlar nə ilə əvəzləyirlər bunu? Material və enerji tutumlu sahələri azalır. Süni materiallarla. Kimya və maşınqayırma sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Doğrudur. Cavab nə variantı? A variantı, bəli. 16-ya baxırıq. Euler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən edin. Britaniya, Norveç. İqtisadi, deməli, 16-da bizə deyir ki, iqtisadi coğrafi mövqeyi tarixən gəmisinin inkişafına əlverişli şərait yaratmışdır. Hər ikisinə aiddir. Çünki okean sahilidirlər. Köçürmə kapitalizm ölkələrinin təsərrüfatının formalaşmasına əsas rol oynayıb. Əsas rol oynayan hansıdır? Böyük Britaniya, İngilis kapitalı bilirsiniz dünyada. Konstitusiyalı monarxiya idarəetmə forması ikisi də konstitusiyalı monarxiyadır. 3 ortaqdır. Ural dil ailəsinə mənsub ölkə ilə həmsərhəddir. Ural dil ailəsinə mənsub ölkə Finlandiyadır. Finlandiya ilə də həmsərhəd Norveçdir. 4. Böyük yeddiliyə daxildir. Böyük yeddiliyə daxil olan Böyük Britaniyadır. Cavab 2, 5, 4, 1, 3. Variant nə variantı? D. Aydındır sual. 17-də yoldaşlar. 2 tektonik zonadan keçən çaylar. Elə cavab A bəndidir. Müəllim niyə? Tərtər çay özü Kiçik Qafqaz qalxması ilə Kür tektonik çökməsidir. Vəlvələ çay özü Böyük Qafqaz qalxması ilə Ön Qafqaz çökməsidir. Vilək çay Kiçik Qafqaz tektonik qalxması ilə Lənkəran ovalığı, yəni Kür tektonik çökməsidir. Cavabımız nə bənd oldu? A. Növbəti suala baxırıq. Yoldaşlar 18-də ilin əvvəlində ölkə əhalisi nə qədərdir deyir? 10,5 milyon. Hər 1000 nəfərə doğum nə qədərdir? 20 ölən nə qədərdir? 7. 20 çıx 7. Deməli 1000 nəfərə düşən artım nə qədərdir? 13. Sadə bir tənasüb qururuq. Yazırıq. Deməli 10,5 milyon x minə nə qədər gözəl yoldaşlar? Minə 13. Bu x əllə eləyəndə biz 10,5 milyonu 13'ə vurub 1000'ə böldüyümüz üçün 1000 ilə milyon ixtisar yedir. Burada 1000 qalır. 10,5 vurulsun. 13. Bəli, o elədi 136.500 nəfər. 136,5 min nəfər. Deməli, nə deyir burada? Deməli, bir ildə miqrasiya hesabına əhali 40 milyon nəfər azalmışdır. Deməli, 40 min nəfər azalmışdır. 136.500'ün də 40 mini gedib. 136.500 çıx 40 min. Nə qədər qaldı yoldaşlar? 0,05, 6, 96.500 nəfər. İndi bizə nə deyir? Əhali 10.500.000 idi. İlin sonunda əhalinin sayını tap. Yazmalıyıq. 10.500.000 plus. Bəli. 10.500.000 plus 96.000 neçə? 500. Toplayaq görək nə edir? 0, 0, 5, 6, 9, 5, 11. 10.596.500. Cavab nə variantı? B variantı. Tamamilə doğrudur. Yoldaşlar yanlış bəndə 18'də soruşur bizdən. Bizə yazıb 4 ilə 6. 4 ilə 6. Yəni Ural dağları və Skandinaviya. Kaledon Hertzin dağ əmələ gəlməsinə formalaşıb doğrudur. 1 ilə 5 Karpatla Alp Avropa qitəsində yerləşirlər doğrudur. 1 ilə 3 Karpatla Tiyanşan Mezzoy qırışıqlığına aidlər səhvdir. Karpat Alp qırışıqlığıdır. Deməli doğru. Yanlış cavab nədir? 19'da C bəndi. Tapşırıq aydındır. 2 ilə 3 Himalay ilə Tiyanşan mütləq indi 7000-dən çoxdur. Bəli. Himalayda Camalın Vevraj 8848, Tiyanşanda yoldaşlar haradır? Qələbə piki 7439. 4 ilə 6 Ural və Skandinav filiz ehtiyatları. Hər ikisi dəmir filizi var. Aydın oldu tapşırıq. 20'də fauna flora növləri ilə zəngin olan ərazilər mi? Uşaqlar fauna nədir? Heyvan. Flora bitki. Bitki və heyvan orqanizmi qalan müəyyən ərazi cəmləşməsi biosenoz adlanırdı. Biosenozun kütlə payı ən çox hardaydı kim gəlir? Ekvatorial və subekvatorialda isti və rütubətli iqlim şəraitində. Burada uyğun gələcək verilənlərə 2, 6 və 5. Müəllim 1, 3, 6-nın 1, 3, 4-ü niyə seçmirsən? Səhralardır. Səhralarda fauna flora zəngin ola bilməz. Cavab D variantı. Aydın oldu 20-ci sual. 21. Ceyrançı-Aznor fiziki rayonunda yerləşən qoruqlar. Orada 3 əsas qoruq var. Ağstafa rayonu Qarayazı dövlət qoruğu, Samux rayonu Ellər rayonu dövlət qoruğu və bir də belə deyək də Acına Oralçaq dağlığına doğru Türyançay dövlət qoruğu. Burada verilənlərdən Eldar Şamı və Türyançay dövlət qoruğu. 21 nə? C. 22. Materik daxili mövqeyə malik olan Afrika ölkələri. Yəni okeana çıxışı olmasın. A-da Angola və Namibiyanın çıxışı var. B-də bunlar materik daxilidir. Cavab nə oldu 22-də? B. C-də nə atırıq? C-də Kamerunu ata bilərsiniz, Namibiyanı ata bilərsiniz. D-də Angolanı ata bilərsiniz. Y-də Gabonu ata bilərsiniz. Liberiyanı ata bilərsiniz, Senegalı ata bilərsiniz. Aydın oldu yoldaşlar. Cavab nə oldu? B. 23-cü tapşırıq.
2 ton sudan 30 qram duz alınarsa su hövzəsinin duzluğunu tap. Sadə tənasüb 2 tona 30, 1 tona x. X bərabərdir 30 böl 2. Cavab 15 promil. Variant nə oldu? 15. Doğru sıraları müəyyən elə. Doğru sıralarda Po çayı bilirsiniz ki, İtaliyadan axır və mənsəbinin yerləşdiyi təbii zona çöl yarpaqlı meşə kolluqlarda su turabilmiş Aral dəniz iqlim tipi. Bir doğrudur, biri götürdük. Sonra Lena çayı Rusiyada, amma mənsəbi tayqa deyil. Lena subarktika qədər gedir. Tundra meşə tundradır. İravadi Taylanddan axsa da burada belə deyək də İravadi Taylandı görməyəcək. İravadinin axırı haradır yoldaşlar? Əlbəttə ki, siz gördüyünüz kimi İravadi çayı tökülür Myanmaya. O Taylandı görmür. Çin və Myanmadan axır. Yaxşı mı? Ona görə də bu ifadə yanlışdır. San Francisco, Braziliyadan axır dəyişkən rütubətli meşələr mənsəbdə doğrudur. 1-4. 1-4. 5-ə baxırıq. Reyn Niderlanddadır. Qarışıq meşələr yox. Enli yarpaq meşələrdir. O səhvdir. Xuanxe Çindən axır musson meşələri doğrudur. Cavabımız 1-4-6-dır. 25. Cənub yarımkürəsində yerləşən limanlar. Kobo Yaponiyadır getdi. Pusan şimali deməli Cənubi Koreyadır getdi. Tubaran. Tubaran cənubdadır. Braziliya. Tampa şimaldadır. Bilirsiniz. Florida yarımadasında, ABŞ-da. Port Hedland doğrudur. Avstraliyada. Richards Bay Carda. Cavab 3, 5 və 6-dır. Uşaqlar 26 sadədir. Temperatur 20-30 arası tərəddüd edib. Yay ayları yağıntılı, qış ayları quraqdır. Bu şimal yarımkürəsinin sub-ekvatoriyalıdır. Şimal sub-ekvatoriyala düşür. Hindçin yarımadası 1. Yapon adalar ola bilməz. Subtropik mülayimə düşür o. Mississippi ola bilməz. Mesopotamiya 4 ola bilməz. Üzr istəyirəm. Səhra yarımkürəsi. Dekan yaylası 5. Hindistan. Orinoco balığı da Venezuela. Cavab 1, 5, 6-dır. Neçənci sualda 26-cı test tapşırığında. 27-yə baxırıq. Oğuz, Uyğur və Qıpçaqlar verib. Qazaxlar Qıpçaq qrupudur. Tatarlar yoldaşlar Bulqar dil qrupudur. Ona görə də biz tatarları bu verilənlərdən heç birinə yazmırıq. Özbəklər Uyğurdur. Qırğızlar Qıpçaqdır. Və Türkmənlər Oğuzdur. Cavab 1-ə Y, 2-ə C, 3-ə A, D. Tapşırıq aydındır. Növbəti sual. Litosfer tavaları üst mantiyanın yumuşaq səthi üzərində üfüqi istiqamətdə hərəkət edir. Bu hərəkət nəticəsində yer qabığının iri relyef formaları yaranır. Litosfer tavaları müxtəlif yer qabığına malik olduğuna görə bir-birindən fərqlənir. Tavaların hərəkətlərindən biri subduksiyadır. Yəni subduksiya nə deməkdir? Okeanla nə toqquşsun? Materik tavası toqquşsun. Aydındır yoldaşlar. Sonra, yəni bir tavanın digərinin altına batma prosesidir. Okean nazik olduğu üçün materikin altına batır. O zaman nov yaranır. Subduksiya prosesinin baş verdiyi ərazilər vulkanizm və seismikliyi aktivdir. Buna baxmayaraq, bu ərazilərdə əhali sıx məskunlaşır. Məsələn, Ant dağlarında. Təsərrüfatın müxtəlif sahələri məşğul olurlar. Birinci, mətndə təsvir edilmiş prosesdə iştirak edən litosfer tavalarının xüsusiyyəti. Yoldaşlar, okean litosfer tavası qranit qatından malik olmadığına görə nazik olur. Birinci, deməli olacaq. Okean tavası nədir? Nazik. Ay müəllim, niyə nazikdir? Çünki dedik, nə yoxdur orada? Qranit yoxdur. Sonra, 2, materik tavası qalındır. Materik tavası nə olur yoldaşlar? Tavası qalın olur. Çünki niyə? Qranit qatı nədir orada? Var. Sonra, ikinci, bu proses nəticəsində yaranan relyef formaları. Uşaqlar, birinci tərəf bitdi. İkinciyə baxırıq. Bu proses nəticəsində yaranan relyef formaları dedikdə, yaranır cavan dağlar. Nətər dağlar? Cavan dağlar. Müəllim nümunələr. Məsələn, Kordilyer. Məsələn, yoldaşlar, nə dağları? Ant dağları. Eyni zamanda orada yaranır qövsvari nələr? Qövsvari adalar. Ay müəllim, nümunələr nələrdir? Məsələn, eşitmişsiniz Aleut adası. Nə adası? Aleut. Sonra məsələn Kuril adaları. Nə adaları? Kuril. Bəli, çoxdur. Yapon deyə bilərsən. Marian deyə bilərsən. Nə deyə bilərsən? Marian okeanla okeandır. Necə? Ancaq nümunə yazmışam. Yəni bu relyef formalarına aid deyil. Bəli. Onları yazmışam. Düz olaraq. Onlar niyə olmur ki? Sadəcə biz ünvanını yazır. Bir də dərin sulu nov yaza bilərik də burada, hə? Nov. Novlar görə hansılardır? Bəli, Peru, Çili novu, Peru novu, Çili novu. Vergül qoyaq yoldaşlar. Novlarımız çox da bilirsiniz. Kuril nə novu? Kuril Kamçatka novu. Bəli. Kuril Kamçatka novu. Sonra Marian novu. Nə novu? Marian çökəkliyi dünyanın ən dərin çökəkliyi 11022. Bəli. 29-da bizə deyir ki, verilmiş prosesin baş verdiyi mövzu olan təbii ehtiyatların adı. Uşaqlar, verilmiş sonrada maqmatik suxurlar var, yəni vulkanizm. Vulkanizm olanda necə faydalı qazıntı olurdu? Filiz,
Filiz qazıntılar. Bura aiddir. Dəmir filizi, nə filizi? Dəmir filizi. Bir də gözəl yoldaşlar, bilirsiniz Ant dağları dünyanın nə qurşağıdır? Mis qurşağıdır. Tamamilə doğrudur. Sonra uşaqlar burada seismiklik var deyə termal sular deyə bilərik. Geyzerlərlə. Bəli. Sonra geyzerlər olan yerlərdə geotermal enerji deyə bilərik. Geotermal enerji. GeoS'lər var idi, hansı ki İslandiyada var idi. Geotermal enerji və ya İslandiyanın divergent heç məsələn Yaponiya deyə bilərik. Sonra minerallarla zəngin torpaq. Nə ilə zəngin torpaq? Minerallarla zəngin torpaq. Yoldaşlar, bura əkinə yaralı torpaqlardır. Necə torpaqlardır? Əkinə yaralı. Qaldı 30. 30-da bizə deyir ki, verilmiş prosesin baş verdiyi ərazinin mövzu enerji mənbəyi. Enerji mənbəyi hesab olunur yerin nə? Daxili enerjisi. Düzdürmü? Yerin daxili nəyi? Enerjisi. Yoldaşlar, yerin daxili enerjisi olan yerlərdə sizlər bilirsiniz ki, ola bilərdi geotermal enerji. Geotermal enerjiyə də biz nə deyirik? GeoS deyirik. Geo nə? S. Bu bir. Və bizə deyir ki, bunun olduğu ölkələri xəritədə tapaq. Yoldaşlar, biz burada birinci seçəcəyik 1. Söhbət nədən gedir? ABŞ-dan. Baxın, burada konvergent zona dediyi üçün. Mən müəllim 5-i niyə götürmürsünüz? Cavab, 5 çünki haradadır? Divergentdir. Sonra götürürəm yoldaşlar, mən burada 3'ü. 3 haradır? Yaponiya, tamamilə doğrudur. Sonra mən burada götürürəm 6'nı. Müəllim 6 haradır? Deməli, Rusiyanın Kamçatka bölgəsi. Aydın oldu. Yoldaşlar, mən burada niyə görə 2'ni götürmürəm? 2'yə baxın, İtaliya. Ora konvergent zonadadır. Hansı zonadadır? Konvergent. 4'ü niyə götürmürəm? Ora konvergent zona. Materiklə materik tavalarıdırlar. Ona görə götürmürəm. Cavab 1, 3, 6.